Diqqət! Kartını başqasına vermək ciddi risklər yarada bilər. Dələduzların əsas hədəfi səni inandırmaqdır. Onlar bəzən sosial şəbəkələr, bəzən asan qazanc vədləri ilə insanlara yaxınlaşır, güvən qazandıqdan sonra kart məlumatlarını ələ keçirməyə çalışırlar. Hətta öz kartını dostuna verənlər də bu təhlükənin bir hissəsinə çevirə bilərlər. Nəticədə dələduzlar icazəsiz hesabına daxil olub, əməliyyatları idarə edə, hesabından vəsaitləri köçürə və ya nəqləşdirə bilərlər. Belə hallarda sən həm maliyyə itkləri ilə üzləşə, həm də hüquqi məsuliyyətə cəlb oluna bilərsən. Özünü necə qoruya bilərsən? Kartını yalnız özün istifadə et və heç kimlə paylaşma. Heç vaxt kartını pul müqabilində başqasına vermə. Şübhəli əməliyyat görəndə dərhal kartını blokla. Əməliyyatlarını yoxla və 196 ilə əlaqə saxla. Kartının yalnız sənə məxsus olduğunu və onun təhlükəsizliyinə cavabdehlik daşıdığını unutma. Kiber təhlükəsizliyin üçün qaydalara mütləq riayət et.